Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkanda Nəlbəki restoranın qarşısında möhtəşəm layihə üzərində inşa edilmiş bu gözəl bağ evini təqdim edirik. Gördüyünüz bağ evi 7 sot torpaq sahəsinin üzərində inşa edilib, 5 otaqlıdır və tam əşyalı sizə təqdim olunur. Həyətə daxil olan kimi belə bir gözəl qarajımız var və bağ evlərində son zaman belə bir klassik manqallardansa belə bir gözəl dəmir manqallara üstünlük verilir. Sahibkar çox səliqəli işlər görüb. İndi sizə bir-bir mən bütün həyətin planlamasını sizə ilk öncə bildirmək istəyirəm ki, 7 sot üçün demək olar ki, çox səmərəli bir layihədir və bildirmək istəyirəm ki, evimiz beton monolit inşasıdır. Yəni, gələcəkdə istəyən yoldaşlar evi rekonstruksiya edib ikinci mərtəbəni də edə bilərlər. Və burada bizdə çox gözəl yay və qış mətbəxi var. Çox geniş, səliqəli, onu da sizə göstərmək istəyirəm. Baxın, artıq bütün avadanlıqları ilə birgə sizə təqdim olunur. Çividir, burada soyuducudur. Bir sözlə, hər bir şey rahatçılığınız üçün var. Biz bu layihələrdən satış etmişik. Alan yoldaşlar çox razılıq edir. Bu arada hovuzumuz daşma hovuzdur. Daşma hovuzlar skimmer hovuzlardan fərqlənir inşasına görə. Kənarları mərmərdəndir. İndi mən hal-hazırda gün batan vaxta gəlmişəm. Gün evin arxasında batır, evin qarşısında isə çıxır. Bu səbəbdən biraz işıqda dəyişiklik ola bilər. O səbəbdən üzürlü sayasınız. Evimizin fasadı tam olaraq keramogranitdəndir. Bu da sizi fasad xərclərindən azad edir. Əlavə olaraq evin boiler sistemi quraşdırılıb. Belə bir yaşıl zonamız var və master yataq otağından birbaşa olaraq bu həyət görüntüsüdür. Onu da sizə göstərəcəm. Çox gözəldir. İndi isə vaxtınızı almadan istəyirəm evə daxil olum. Ətraflı sizə evin daxilindən çəkiliş edim. Deməli, dəyərli izləyicilər, evə daxil olan kimi bizi belə bir gözəl dəhliz qarşılayır və dəhlizimiz iki istiqamətlidir. Sağ tərəfdə qonaq otağıdır. Sizə qonaq otağını göstərirəm. Qonaq otağımız çox işıqlıdır. Xüsusən də bu panoramik pəncərələr birbaşa olaraq hovuzu görür və evə işığın düşməsinə səbəb olur. Bu evdə nə yaxşıdır ki, bu evdə aboy və ya emulsiya yoxdur. Təsəvvür edin ki, tam divarları panellərlədir, mebel panellərlə. Bu da çox xüsusi bir görünüş verir. Baxın, burada artıq bizim masamızdır, yumşaq mebeldir və nəzərinizə çatdırım ki, ev mühafizə polisinə qoşulub. İndi isə sizə yataq otaqlarını göstərmək istəyirəm. Burada belə bir dolabımız var üst geyimləri üçün. Yataq otaqlarımızın ikisi sadə, ikisinin içində isə hamam otağı var. Mən bir-bir sizə göstərmək istəyirəm. Dizaynera bir xüsusi alqış düşür, çox gözəl ediblər. Evin ümumi hamam otağını göstərirəm və bizim, necə deyərlər, villamıza xüsusi gözəllik verən və bağça görüntülü olan mətbəxi sizə göstərmək istəyirəm. Bayaq vurğuladığım kimi tam olaraq divarlar mebel panellərdəndir. Burada demək olar ki, boşa məxsus olan bütün avadanlıqlar quraşdırılıb, çividir, kondisioner, hər bir şey və belə bir quraşdırma stroyunu soyuducudur. Özüm sizə ətraflı çəkirəm. Sizin, necə deyərlər, birlikdə sizinlə tur edirik. Buradan birbaşa olaraq hovuza çıxışdır. Bu rəsm məsələləri xüsusi gözəllik verir. Yataq otaqlarını sizə göstərmək istəyirəm. Bu yataq otağının daxilində özünə məxsus olan hamam otağıdır. Və bağ evlərində xüsusi bugünkü gündə çox vacib olan camaşırxanadır. Və sahibkar burada artıq sizin rahatçılığınız üçün, baxın, paltar yuyandır LG-yə məxsus. Ümumiyyətlə, avadanlıqlar LG və Bosch-a məxsusdur. Və sonda belə bir gözəl master yataq otağımızdır. Bu master yataq otağının mənim çox xoşuma gəldi. Çünki burada belə bir qarderobundan birbaşa həyətə çıxışı var. İlk öncə isə bir daha da otağı göstərmək istəyirəm, ətraflı.
Beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Gördüyünüz bu gözəl modern bağ evinin start qiyməti 830 min manatdır. Lakin bizim real alıcılarımıza Bağım Haz tərəfindən çox xüsusi bir endirim var. Zəng edin, inşallah xeyir nədirsə, Allah ilk öncə onu sizə nəsib etsin. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.